Demək, bax bu ilk 2-15 dəqiqəniz dediyim kimi tanışlıq olsun. Tanışlığı elədikdən sonra keçin digər 15 dəqiqəyə. Digər 15 dəqiqəyə mövzunu verin. Digər 15 dəqiqəyə yeni mövzu keçdinizmi? Bəli. Digər 15 dəqiqədə yeni mövzunu keçdikdən sonra o birisi 15 dəqiqəmizdə keçirsiniz biraz sorğu-sual edin. Yəni izah etdiyim dərsin sorğu-sualını Bəli. yoxsa əvvəl verdiyim? Biraz izah elədiyiniz mövzunun sorğu-sualını edin. Bu 5 dəqiqədə çəkə bilər. 15 dəqiqə çəkməsə də belə bu 5 dəqiqədə çəkə bilər. Yerdə qalan 20 dəqiqəniz, təxminən 20 dəqiqə qalırdı da, yerdə qalan dəqiqənizdə isə uşaqlara tapşırıq verin.